Peyğəmbərlərdən biri duası idi. Allahım, elə bir əməldir ki, mən o əməli edim, sən məndən razı qalasan. Allahdan cavab gəlir Peyğəmbərə. O da budur. Sən məndən razı qal ki, mən səndən razı qalım. Biz Allahdan razı olsaq, Allah bizdən razı olar. Biz Allahın qəza və qədərindən razı olsaq, üzləşdiyimiz imtihanlarda Allahdan gileylənməsək, Allah da bizdən razı olar. Hətta bu ayədir, baxın. Ya eyyetühen nefsul mutmainnə irci'i ilə rabbiki raziyətən mərziyyə fədxuli fi bədi vədxuli cənnəti raziyətən mərziyyə. Ey aram olmuş insan, ey aram olmuş nəfs, daxil ol mənim bəndələrimin siyahısına və daxil ol mənim cənnətimə. Bir halda ki, həm sən məndən razısan, həm mən səndən razıyam. Raziyətən mərziyyə. İlk buyurur, sən razı ol, daha sonra mən razı olum. Biz qəza və qədərdən, çətinliklərdən Allahdan razı qalsaq, Allah da bizdən razı qalacaq. Allah bizi ilə şərt keçir sanki. Nə gözəl.